Həyatla mübarizə çoxmu aparmısınız? Özünü tanıyandan. Necə yəni? Çətin olub məyər həyatın? Siz təsəvvür edin, uşaq yaşlarından başqa ölkədə böyüyən biri, həm də tək böyüyüb. Çox illər, aylar əziyyət çəkdiyim bir yarışa görə tam bir ay qalmış hansısa bir hadisəyə görə əməliyyat otağına girmişəm. Hər şey əldən gedib. Yenidən sıfırdan başlamışam. Qana görə həyat mənim üçün çətin olub. O çətinlikləri öyrəşmişəm. Bu qədər əziyyət çəkmisiniz, hadisələrlə üz-üzə gəlmisiniz, əməliyyat otaqlarında olmusunuz. Bəs ölümlə aranız necədir? Yəni heç qorxursunuzmu? Allah Taala istədiyi bir şeydən necə qorxa bilərəm? İnanırsınız, mən onu səbirsizliklə gözləyirəm. Bu dünya fani dünyadır və o dünya əbədi dünyadır. Amma həmişə Allahdan bir şey istəmişəm. Həmd olsun Allaha, bu günə qədər Allahdan nə istəmişəmsə onu əldə etmişəm. Tək bir istəyim var, şərəfli ölüm. O da hər bir insana nəsib olmur. İnşallah bizə elə nəsib olar.